Herkese yeni bir günden salamlar. Kanalıma, evime hoş gelmişsiniz hanımlar. İnşallah severek, beğenerek izleyeceğiniz bir vlog olar. Aslında bugün video atmayacaktım ama dedim ki 8 Mart hediyesi olsun bacılarıma. Bugün bir vlog paylaşım, hem de ki təbriklərimi sizi təbrik edeyim də, bir sözlə təbriklərimi sizə yetirim. Kızlar, səhər qalxdıq, çayı dəmlədim. Uşaqlar hazırlıqdadır. Bugün ayın 8-idir də, martın 8-idir. İndi gedib hazırlığa, Vaqib də hazırlaşdı, çıxdı. Onları göndərdim hazırlığa. Əslində bugün vlog paylaşmaq fikrim yox idi, amma dedim bir vlog başladım. 8 Mart'da inşallah çatdıra bilsəm bu vlogu paylaşacağım. Çox gözəl bir gündür. İşte necə gözəl gün çıxıbdı. Səhər-səhər paltarları yumuşdum. Bunu da yerləşdirə bilmədim. Paltarları yumuşdum. İnansız bir saat keçmədi. Baxıram paltarlar quruyub. Baxıram ki bir saat keçməyib heç sərdiyim paltarlar quruyub. İnsan da heç paltarın belə tez qurumağına xoşbəxt olarmı? Mən oluram məsəl üçün. Baxdım ki paltarlar quruyub, bir partiya qoydum. Yuyuldu. İkinci partiyanı koydum. Dedim eybi yoktu. Biraz geçer. Tam paltar doldurmamıştı sərgini. Dedim biraz keçsin. O birisini de koyarım. Birisi paltarları da yuyum. Sonra o birisiləri də sərərəm. İnansız bir saat yarım keçdi. Belə yum materiallı paltarlar. Gedəndə gördüm quruyub. İlahi necə xoşbəxt oldum. Nəyə görə xoşbəxt oldum onu da deyim. Yaz gəlir də. Yaz özünü göstərir. İşte də çox gözəl gün çıxıbdı. İnşallah sizin de gününüz çox gözəl keçər. Gözəl gün çıxıb, paltarları qurudub və bundan mən çox xoşbəxt oldum. Vəbşi günəş çıxanda insanın xoşbəxtlik hormonlarını artırır. İnsan özünü daha yaxşı hiss eləyir, daha gümrah hiss eləyir. Evləri yığışdırdım, qonaqlarım gedibdi. Pəncərələri açmışam, buranı açdım. O yanı da açmışam oradan. Evlər təmizdir. İnşallah bugün qızlarla şəhərə çıxmaq istəyirik. Görək. Həm də imtahan qabağı İnciyə biraz belə stresini atsın deyə. Onları şəhərə çıxartmaq istəyirəm. Biskvit hazırlayırdım xanımlar. İndi bu videonun arxasına onu da qoyacağım. Deyir başıma gələn bişmiş toyuğun başına gəlməyibdi. Elə bir şey gəldi başıma. Gün ortaya yemək bişirdim, qoydum. Dünən axşam yoldaşım, inşallah o başıma gələni o videoda özüm danışacağım. Onu çəkmişəm, o çəkilişin üzərinə danışaram. Növbəti biskviti birini bişirdim də demək nə dərəcədə doğrudur, çıxartdım. Növbəti biskviti qoydum, o da bişsin. Sonra gedim onu da çıxardım. Tortum var sabaha. Dedim mi bilmirəm, qonaqlarım da getdi. O yerləri yığdım. Bilsiz də qonaq gələndə hər yerdə olur. Necə hər yer? Pastellər, zadlar. Qardaşım idi, qardaşımın yoldaşı idi, uşaqları idi. Səhər yük kravatını yığdım, yerləşdirdim. Pastellləri yudum, paltarları yudum, gün ortaya yemək bişirdim. Bir dənə biskviti bişirdim, çıxartdım, digərini qoymuşam inşallah. O da bişsin. Belə günümüzə belə ritmik bir surətlə başlamışıq. Çox enerjili bir gün keçirmədim üçün hal-hazırda. Dediyim kimi günəşi də gördüm, havanın xoşluğunu da gördüm. Vəbşi belə keyfim kökəldi. Saçımı səhər açılanda yumuşdum. İndi onu ukladka eləyim. Hazırlaşım. İnci hazırlıqda da hal-hazırda. Bunu da barmağıma taxım. Hal-hazırda o gələnə kimi hazır olmalıyıq. O gələndən sonra Şəms, mən İnci getməliyik 28 maya. Onlara söz vermişəm ki, sizi 28 maya götürəcəm. Belə, indi hazırlaşım. Bu arada xanımlar, hər birinizin 8 Mart Qadınlar Bayramını təbrik eləyirəm. Hər kəsə qadın xoşbəxtliyi arzu eləyirəm. Həyatda hər şey inşallah ürəyinizcə olsun. Özünüzdən tüklərin sözü olmasın. Ödünç verməyin, çalışın həmişə öz əhval-ruhiyyənizi yaxşı tutasınız, özünüz üçün yaşayasınız. Düzdür, uşaqdır, ailədir. Onların az yeri var, amma insan arada özünə də arada bir vaxt ayırmalıdır. İndi bu gün məsəl üçün mən özümə belə qızlarla da olsa vaxt ayırıram. Adam evdən çıxanda nə qədər olmasa aynı-şayını açılır, keyfi kökəlir. Ona görə ayda bir dəfə heç olmasa çalışın, sevdiklərinizlə, uşaqlarsız, çıxasız, özünüzə vaxt ayırasız. Bunu evli xanımlar üçün deyirəm.
Uşaqları böyük olanlar da həmçinin, yəni çıxın, özünüzə vaxt ayırın. İnanın, insana elə gözəl təsir bağışlayır. Sanki bir aylıq o gündəlik iş görürük, yoruluruq üst-üstə. Adam eyni şeyi eləyir, bezir. O bircə günə elə bil hamısı yenilənir, təmizlənir, yenidən adamın həyat eşqi artır, yenidən insan yaşamaq istəyir, yenidən insan, necə deyərlər, hər şeyin dadına varır da, həyat onun üçün maraqlı olur. Ona görə siz də çalışın, özünüzə vaxt ayırasınız. Ən azından bir parixmaxerə gedin, dırnağınızı gedin düzəltdirin, qaşınızı, saçınızı, nə bilim, özünüzə bir büdcə ayırın, özünüzə vaxt ayırın. İşləmirsinizsə, yoldaşlar icazə vermirsə, ya uşaqlar balaca olur, adam işləyə bilmir, evdən çalışın, özünüzə iş qurasınız. Axır nə isə özünüzə bir iş qurun, çalışın, öz pulunuzu qazanasınız. Çünki kişinin pulu ilə insanın qazandığı öz pul tamam fərqlidir. Yəni bu hissi hər kəsə arzu edirəm. Əvvəl mənim də öz qazancım yox idi. Bundan sonra adamın öz qazancı olanda özünə inamı da artır, özünü daha güclü hiss eləyir. Nə bilim belə, yəni bir sözlə çalışın, özünüzə iş qurasınız, nəsə evdən də olsa. Məsəl üçün lentdən güllər düzəldirlər, xonçalar düzəldir xanımlar. Sonra bu Ramazan xonçaları düzəldirlər, konfetlər düzəldirlər. Nə bilim, Novruz xonçaları düzəldirlər. Evdən məsəl üçün dırnağa gedir, öyrənir, evdən oturur, dırnaq işləyir. Ya o birisi videoda demişdim, yəqin ki bu videonun axırına qoyaram onu. Ya şeylər var, məşğulluq var. Gedirsiniz məşğulluğa, inansız yol pulu da verirlər adama. Üstəgəl iş də öyrədirlər. Orada da var, dərzilik var, qaş tatusu var, aşbazlıq var, qənnatçı var, məsəl üçün. Sonra proqramist var. Belə, yəni özünüzə iş də qura bilərsiniz. İstəsəz pulsuz, eyni zamanda dediyim kimi yol pulu da verirlər ki, bu işə gedib gələ biləsiniz, öz işinizi qura biləsiniz. Hətta iş istəyən olanda axırda işlə də təmin eləyirlər. Nəysə xanımlar, mən getdim saçımı kulatka eləməyə, çox danışdım. Bir daha bayramınız mübarək olsun. Qızlar, baxın başıma nə gəlib. İlk dəfədir belə olur. Qoydum biskviti çalınmağa, sonra baxdım ki, sobanı yandırmamışam. Bilirsiniz də, mebelici sobalar heç olmasa bir 10 dəqiqə öncədən yandırılmalıdır ki, içi qızsın, biskviti yaxşı bişirsin. Mən də baxdım yandırmamışam, qaldırdım polnuxot 300 dərəcəyə qoydum. Dedim biskviti qoyanda salaram dərəcəsini. O da biskviti qoymuşam, dərəcəsini salmamışam. Normalda biskvit 45-50 dəqiqəyə bişir də. Sonra gördüm dəhşətli dərəcədə yanıq hissi gəlir. Getdim kuxnaya baxanda görürəm salmamışam. Elə 300 dərəcədə də qalıbdı. Tuxovka, ona görə biskvit bu günə düşüb. Burada da yeni bir xəmir çalıram. Yenidən bişirəcəm. Yumurtaları da kənara qoymuşam ki, otaq temperaturunda olsun. O biskviti də soruşsaz qızlar, heç nə atdım. Onu niyə bilərəm. Burada da günortanın yeməyini hazırlayıram. Yoldaşım axşama sup istəmişdi. Dedim elə bəri başdan hazırlayayım. Axşam gələndə də yanına nəsə başqa bir şey hazırlayaram. Belə, başıma bu iş gəldi qızlar. İnansız ilk dəfədir, heyif oldu. Yəni adam belə ərzaq azada heyfi gəlmir. Prosto nəsə məndə niyə belə oldu? Qaldırıb bax belə qoymuşam. Soba tez qızsın, sonra salım. O da ki, salmamışam. Biskvitim kömürə döndü. Bütövcə də götürüb eləli, yəni atdım. Onu başqa bir şeyə də istifadə eləmək olmaz. Deyə bilərsiniz, məsəl üçün içindən istifadə eləmək, o da çox yəqin ki, qoxusu çökmüş olar. Ona görə daha o biskvitlə heç uğraşmadım. Elə dedim, yaxşısı budur, yenidən çalım, yenidən bişirim. Dünənki vlogda gördüyünüz tortdur bu da. Daha bunun hazırlanmasını çəkə bilmədim. Çünki evdə adam var idi. Mən burada bu tortu hazırladım. Burada da Gülü digər tortun üstünün bəzəklərini hazırladı. Sağ olsun, boş oturmadı. O da mənə kömək elədi. Birlikdə hazırladıq. Əsasda uşaqlar yatandan sonra işi gördük ki, bizə mane olmasınlar. Tortumuzun son halı da belə oldu. Dediyim kimi bunun üzərinin hər şeyini Gülü hazırladı. Mən digər tortu hazırladım. Ona görə daha çəkə bilmədim. Həm də gec idi deyə çəkib hazırlaya bilmədim. Bu da Gülünün əl işidir. Tortun özü mənə aid olsa da əl işinin hamısı Gülüyə aiddir.
Yazısını mən yazdım. Digər qalanlar Gülünündür. Allah canını sağ eləsin. Mən ora gedəndə, onun tortu olanda, onun işlərini mən görürəm, o bura gələndə də mənə kömək eləyir. Tortumuzun ölçülərini də deyim. Bu tort 6 yumurtadan idi, 2 kiloqram oldu. Üzərində 6 güşəli başlıqla hazırladım. Bu kənarlarını da qaşığın arxasını kremə batırıb bu şəkildə bəzədim. Digər tortumuz da 7 yumurtadan idi. Bu da 2 kiloqram yarım idi. Onun da çəkisi o qədər oldu. Evə gedəndə videonu montajlayıb inşallah bu günə çatdırmağa çalışacağım. Çox yəqin ki, ayın 7-si izləyirsinizsə, mən onu montajlayıb çatdırmışam. Qonaqlarım getdi. Onlarla yarı yola qədər mən də gəldim. Posyolkaya gedirəm. Tortuma şəkil çıxartdırasıyam. Bir dənə tort var. Onun şəkillərini çıxartdırasıyam. Sabah da 8 martda bildiyiniz kimi, yəqin ki 7-si yükləyəcəm dediyim kimi. Xanımlar, hər birinizin 8 mart Beynəlxalq Qadınlar Gününü təbrik eləyirəm. Hər birinizə xanım xoşbəxtliyi arzu eləyirəm. İnşallah həyatda hər şey könlünüzcə olsun. Çalışın, həmişə özünüzə dəyər verəsiniz, özünüzü dəyərli tutasınız. Çünki insan öz-özünə dəyər verməyəndə, özü-özünə hörmət eləməyəndə kənardakı da ona hörmət qoymur. Çalışın, həmişə özünüzə vaxt ayırasınız. Ən azından ayda bir dəfə çıxasınız, bir nə bilim, gəzəsiz ya parixmaxirə gedəsiz. Şərt o deyil ki, çıxıb indi gəzəsən hardasa, ola bilər, yaxınınız olmaya bilər, tək olasınız şəhərdə. Mən həkimə getmişdim bir dəfə. Həkim mənə dedi, 100% dedi, ayda bir dəfə özünə vaxt ayır. Yoxsa sənin yaddaşsızlığındır, nə bilim, belə şeylərdir, gedəsi deyil. Çünki deyir, beyin eyni şeyləri təkrarlayır, beyin qocalır, təzə bir şey olmur deyə beyin deyir, başlayır yatmağa. Ona görə xanımlar, çalışın özünüzə evdən yoldaşınız işləməyə qoymursa, bir iş qurasınız, nəsə öz qazancınız olsun. Məsəl üçün, əvvəl məndə də yox idi, uşaqlar balaca idi. Sonra inansız yoldaşıma deyirdim ki, nəsə kursa getmək istəyirəm. İmkan olmurdu uşaqlardan. Uşaqların da problemləri var idi. Mən o kurs pulunu yenə özüm yığdım. Ne deyəcəksiniz, necə yığıldı? Uşaqların əlinə verirdilər, balaca idilər uşaqlar. Sonra nə bilim, ev pullarından xırda-xırda yığdım. O 120 manatı düzəltdim. Sonra yoldaşıma deyəndə ki, mən gedirəm. Əvvəl deyirdi ki, yəni imkan yoxdur. Doğrudan da imkan olmurdu. Bizdə uşaqlar İnci daha doğrusu problemli uşağı idi. Onun iğnə dərmanı çox idi. Sonra özüm hər şeyi yığıb, pulu daha doğrusu hər şeyi yoluna qoyandan sonra dedi ki, hə, get nə olasıdır. Yəni çalışın özünüz üçün nəsə bir gün ağlayasınız. Biz tərəfdə belə deyilir. Özünüz üçün nəsə bir peşə edinəsiniz. Məsəl üçün kursları var. Məşğulluqda kurslar var. Maraqlanın onlarla. Məşğulluğun pulsuz kursları var. Ona gidin. Hətta inanmazsınız, getdiyinizə görə məşğulluq sizə pul da verir, yol pul olaraq. Məsəl üçün aşbazlıq kursu var, proqramlaşdırma, kompüter kursu var. Sonra sizə deyim, qənnaçı kursu var, dərzilik var, mən gördüyümdə. Sonra qaş çəkmə var. Ona nə deyirlər, tatu deyirlər, yoxsa nə, qaşa çəkirlər. Bax, o kurs var, hamısını pulsuz öyrədirlər. Özünüzü nəsə bir iş edinin, özünüzün qazancınız olsun. Nə gözəl günlərdir. Yəni bir sözlə boş oturmayın, çalışın nəsə eləyəsiniz. İnsan istədikcə Allah da yolunu açır. Çalışın boş-boş oturmayasınız. Söhbət hardan hara gəldi. Bir sözlə hər birinizi təbrik edirəm. Gözləməyin ki, həyat sizi xoşbəxt eləsin. Çalışın ki, özünüz üçün xoşbəxtlik yaradasınız. Hər şey adamın öz içindən başlayır.